Değerli izleyiciler, biz bugünlere söz verdiğimiz kimi grup olarak gelmişik. Şəmkir rayon Seyfəli kəndində. Aşağı Seyfəli yerində bura. Həmən ünvana gəlmişik, xalanın xahişi ilə gəlmişik. Çox çətin durumda yaşayır. Və biz grup olaraq az da olsa öz dəstəyimizi göstərəcəyik. Və xahiş edirəm sizdən, bizi izləyənlər, bizim qrupa qoşulmaq istəyənlər, bizim WhatsApp qrupumuza qoşula bilərsiniz. 050 431 6606. Və bir də xahiş edirəm ki, bizi izləyin, like verin, bizə dəstək olun. Yəni biz bu qrupun köməyindən biz bu yardım işlərini davam etdiririk. Yəni qrup nə qədər aktiv olsa, biz bu işimizi artıracağıq. Və indi isə həmən ünvana daxil olmaq. Dəyərli izləyicilər, bizi dəstək olmaq üçün gələn deyirəm, bizim Çınar TV kanalına bəyənin, paylaşın, abunə olun. Ay Diyasi. Allah köməyinizdə dursun aydalar. Salam aleyküm. Evet, Nətərsiz xala? sağ olun. Neysə bilən ifadəmdir. Söz verdiyimiz kimi xala, qrup olaraq gəldik. Allah köməyinizdə dursun. Sağ ol, sizdən belə. Allah şəfalı versin. Belə zadı köməyinizdə dursun. Çox sağ ol. Sizin səs yazınıza qulaq asdıq. Qadanızda. Həqiqətən pis olduq. Biz də qrupa Allah haqqı xərcəyin. Allah şəfalı versin. Allah şəfalı olsun. Biz də qrupdan xahiş edirik ki, biraz düz az da olsa yardımımızı çatdırdıq. Keşke bundan artıq nə eləyək? İndi qrupun köməklə bu işi görürük xala. İndi xahiş elədim qrupdan ki, biraz qabağa salaq sizi, növbədən kənar. Çünki başqa ailələrdə olur. Dəyərli izləyicilər, onu deyim ki, bizim WhatsApp qrupumuza xalanın səs yazısı gəlmişdi. Yəni çox vəziyyətinin pis olduğunu deyirdi, yaşayış durumundan bağlı, həm də ki, xəstəliklə bağlı. Və xahiş edirəm ki, kartınız var mı xala, öz kartınız? Bəli, özümün kartım. Dəyərli izləyicilər, hər kəsdən çox xahiş edirəm. Bax, bir manada məsələn 1000 dənə yerə xərcləyirsiniz ha. Lazımsız yerə xərcləyirsiniz. Xalanın kartını yerləşdirəcəm ekrana. İynəm yadalamıram, pulum da deyildir. Yaxşı olar ki. Dərmana. Xalanın kartını yerləşdirəcəm, dəyərli izləyicilər. Dünyanın hər tərəfindən baxırlar. Yəni ona deyim ki, bizim qrupda Seyfəli uşaqlarından, Çınarlı qəsəbə uşaqlarından, Şəmkir rayon uşaqlarından, bir də Yenəli uşaqlarından bizim qrupa dəstək verirlər. Amma onu demək istəyirəm ki, qrupun böyüməyi yaxşı olar ki, biz bu dəstəyimizi artıq eləyək, daha çox eləyək. Qurban olum sizə. Hə. Allaha. Qurban qoyun xalar. Yəni o sözləri demək, yəni hər şey Allahın əlindədir. Biz də əlimizdən gələni eləyəcəyik qrup olaraq. Şişirəm toba. Xalan yaxından göstərin zəhmət olsa. Xala, bu Azərbaycan xalqı sizi eşidir. Bax, nə xahişiniz varsa çatdırın. Ma yardım olunsun, ma qüvvələrindən nə çatır, iynə dərmanım alamıram, Allah, 220 manat bularlar. O da sənə zat götürmüşəm kredit, hamısı iynə dərmanım alamıram. Xahiş edirəm, ma köməklik olunsun. Değerli Azərbaycan xalqı, min şükür ki 10 milyon əhaliyik Azərbaycanda. Hərə 1 manatdan kömək eləsə, xalamızın da yəni ehtiyacını ödəyə bilərik. Allah Yəni boş şeylərə çox xərcsiz, o yana bu yana. Yəni bir ailəni sevindirmək lazımdır ən azından. Xəstə bir insandır, yəni əli bir yerə çatmır. Yəni Azərbaycan xalqından, öz cəmiyyətindən kömək istəyir. Hər kəsdən xahiş edirəm, videonu görənlər, Çınar TV qrupunu izləyənlər, 1 manatdan gücünüz nəyə çatırsa, maşallah özüm Azərbaycan 10 milyonu keçibdir. Hər kəs 1 manatdan atsa, xalamızı da yəni belə sıxmasın, yəni yaxşıya tərəf çəkərik. Əlimizdən gələn kömək eləyə bilərik. Yəni xala da yəni Azərbaycan xalqımızdan kömək istəyir. İmkanı yoxdur, yəni durum da var bu gündədir. Yəni bir də zəhmət olmasa çək evlər tərəfinə görsün də. Hakikaten xahiş edirəm ev durumunu çəksin. Yəni yaşayış durumu gördüyünüz kimi bu haldadır. Hala indi özdən bəhs edirsiniz da, yoldaşınız, uşaqlarınız. Yoldaşım ölübdür. Allah rəhmət eləsin. Allah haqqı ziyandayam. At soyad familiya deyər, Yerlər bizdən çox zəhmət küçülür olmasa. Ne kadar ziyandayam. Allah Buradan haqqı. götürdüm ya. Allah indi ölüm kağıdı almışam. Ziyandayam. Allah Ben rəhmət onu eləsin, Allah sağ olsun. ödeyemem. Borç götürürüm. Uşaqlarınız, oğlunuz, qızınız var mı? Biri xəstədir, birinin ayağı şişib kötü kimi. Allah kömək etsin. Xəstəliklər var Allah haqqı. Allah kömür. İndi imkan eləyib bu borcu ya da verəmirəm. Yeni qırxı çıxıbdı. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. İndi qalmışam bax ortalarda Allah haqqı. Ya zəhmət İndi olmasa beş adınızı uşağı sağlığınızı var. deyərdiniz. 5 uşağı var, bir yerdən yardım almır o da.
Siz pensiya alırsınız mı xala? 220 adamım, Ha, onu da o da. kredit götürüb malicə İki elətmişəm. dövrdə pul eşinədir. Yəni 15 günü ancaq görə görməyək. Allah Etməsə də 10 onu gün da görməyək. malicə indi kredit də verirəm hələ. Aydın, Allah kömək olsun. Xala, uşaqlarınız alırlar mı nəsə bir yardım Yox, istəyirlərmi? ay top Onlar almırlar. da, Allah- Bir qəpik almırlar. Birinin 5 uşağı var, körpü uşağı Allah var kömək olsun. qucağında. Biraz Onda xəstədən biz biri olur. süd alamırıq. Allah kömək Allah olsun. şəfasını versin. Ay, dəyərli izləyicilər, bildiyiniz kimi bax, xala Nənə bu dəqiqə qoltuğunda qalır. Anam ölüb, onun öyünə sığındırmışam onu. dəyərli izləyicilər, gördüyünüz kimi bir otaqlı xala sizdə burada. Yox, biri də bam bördədir. Siz burada qalsınız, elə? Hə, burada qalıq. Gördüyünüz kimi dəyərli Birinin bax, də- Biraz zəhmət olmasa göstər. divarlar çəkərdiniz. Yəni bax, ailəm və yaşayış durumu belədir. Bax, Allah çox gücü bərbad. gücü Evin çıxır, remontu uşağı yoxdur. vurur. Axırda anasının öyünə qoymuş şanı, hamilədir. Yəni yenə dəyərli izləyicilər, biz bir il yaxındır bu yardım işini davam etdiririk. Yəni az da olsa, çox da olsa işimizi davam etdiririk. Təbii ki, qrupun köməyi ilə. Biz bu işi tək görə bilmərik. Qrup olmasa biz iş görə bilmərik. Yəni sizdən də yenə bizim gəldiyimiz yardım elə bir böyük yardım deyil. Ona görə sizdən xahiş edirəm ki, xalanın öz kart hesabını qoyacağıq ekrana. Kimin nə imkanı varsa öz dəstəyini Allah yoluna göstərsin xalaya. Yəni Qurban olum 1000 dənə sizə. yerə pul xərcləyirsiniz da belə deyim. Telefonunuz Yəni var da. təbii ki, Var ehtiyacı telefonum. Hə, bəli dəyərli telefon nömrəsi də qoyacağıq. Yəni xaliyə kömək eləmək istəyən, əlindən gələn Kimlər yardım cavab yox göstərmək olmaq istəyən əlaqə saxlasın. Ünvan Şəmkirov aşağı Seyfəli kəndidir. Yəni əlaqə saxlayıb gələ bilərsiniz. Yəni hər kəsin belə çıxmasın 10 milyon əhalimiz var. 10 milyon olmasın. Şəmkirimizin o qədər yaxşı oğlanları var. Allah hamısının canlarını sağ eləsin. Yəni hərə 1 Amin. manatdan yığsa, yəni xaliyə də kömək olar. Yəni durum budur. Allah Vəziyyət budur, göz qabağındadır. Yoldaşım gəlib götürmüşəm, bizi yanındayam toba. Bilirəm, Allah rəhmət eləsin. Sən ölənlər- Dərzədlər, gən deyim, xalanın səs yazısını eşidəndə çox pis olur həqiqətən. Ona görə biz qabağa sağlıq xalanın gəlməyimiz də tez yekunlaşdıq ki, tez gələk. Yenə xahiş edirəm, bax, təbii ki, ehtiyacı olanlar demirəm də, kimin imkanı varsa, belə deyim də, 2 manat, 3 manatdan işim olmaz. Lap 1 manat göndərə bilərsiniz. Xalanın öz kartına dəstək olun, öz insanlıq görəvimizi yerinə yetirin Allah yolunda. Xahiş edirəm ki, xalanın səsinə səs verin, ona dəstək olun. Ona, kimlər də gəlib maraqlanmaq istəyirsə, ünvan var, xalanın nömrəsini yerləşdirəcək ekrana, kartını qoyacaq. Kart nömrəsi bəli. Xala, sonda bax, Azərbaycan xalqı seçdi. Nə ürək sözünüz var, deyin. Elə ürək sözümü deyirəm ki, bax belə hər cəhətimə yardım olunsun, borcun içindəyəm. Bir oğlum xəstədir, qorxulca yoxdur. 5 uşaqdır, birini verə. Hamısı da balaca öydü, körpü uşaq var. Allah haqqı süd alanmır. Allah köməyiniz olsun. Nə qədər borcunuz var xala? 1200 borcum var. Buralardan yaddan qalıb. Dərzəcilər, yəni 10 milyon üçün 10.200 manat heç nədir, qəpik quruşdur. Əgər siz istəsəniz, hər şey sizin əlinizdədir. Hərə 3 manatdan, 2 manatdan, 5 manatdan, 1 manatdan göndərsə, o pul qutaraq gezəcəkdir. Yəni maşallah elə insanlar var ki, torpaq alırlar, verirlər. Fikirlər, Ölüm pulu ki. İnan, elə lazımsız insanlara dəstək edirlər ki, yəni mən Efi burada söz demək istəmirəm, olmaz. Yəni lazımsız, dəyərsiz, 5 qəpli insanlara milyonlar xərcləyirlər. Amma halbuki ehtiyacı olan insanlar qalıb qıraqda. Ona görə xahiş edirəm ki, bu xalliyə öz dəstəyinizi göstərin. Belə Sımazın Şəmkirdə 2000-dən çox əhalimiz var. Allah hamısının canlarını sağ eləsin. Hərə 1 manatdan yardım göstərsə, xalanın borcunu da bağlayarıq. Yəni əlimizdən gələn dəstəyi kömək eləyərik. Yəni Şəmkirimizin Allah canlarını sağ eləsin. Canavar oğlanları var, hamısı Allaha şükür, əlləri yaxşıdır. Yəni İnşallah dəstək olarlar. İnşallah. Yəni, Yəni əlaqə nömrəsi də qoyulacaq, kart nömrəsi də qoyulacaq. Yəni görənlərdən xahiş edirəm, xaliyə dəstək olaq, kömək olaq. Yəni bu gün o, sabah siz. Yəni hər kəsin başına o iş gələ bilər. Yəni Allaha qurban olum, həyatdır. Bilmək olmaz bu gün olacaq, sabah olacaq. Bəli. O dərzəklər, Bəli, biz Çınarlı qrupuq, bəli. Yeni kənddə yaşayırıq. oldu xala. Başqa sözünüz var mı nəsə? Mən bacımgillə onlar dost olubdu. Sən sözün deyin. Baba. Xala bax, yekunlaşdırdıq. Nəsə söz qurbanınız qoyulsun. İnşallah sizin öz kartınızı qoyacağam. Dərzəklər. Xalanın öz şəxsi kartıdır. Kim nə imkanı var rahatca xalanın kartına vura bilər, əlaqə saxlaya bilərsiniz.
İnşallah əlimizdən gələn köməyi də eləyəcəyik. Adamız canım, kartını Qrupun verən sayəsində, uşaqlar qrupun sayəsində, Mən Aklar TV uşaqlar- qrupun mən sayəsində, uşaqlarda deyil, Toğrul. Şəmkirimizin, Azərbaycanımızın can bölgələrimizin yaxşı olanları sayəsində inşallah sizə nətər lazımdır İnşallah. dəstək olunacaq, kömək göstəriləcək. Yəni son sözünüz varmı? Buyurun deyin, yekunlaşdıraq. Qurban olum, elə yardım, yatma, beləcə. Olar inşallah. Onun artım var. Kartın 16 rəqəmini verər xanım. Ekrana yerləşdirəcək. Kartı bizə vermə. 16 rəqəmi deyərsiz yerləşdirəcək. Oldu. Dərzəklər, çox sağ olun. İnanıram ki, xalıya bütün Azərbaycan xalqı dəstək olacaqdır, bizə baxanlar, izləyənlər. Və xahiş edirəm ki, bizi YouTube-da izləyin, Instagramda və TikTokda. TikTok səhifəmizi paxıllar indi vururlar, yandırırlar, nə eləsə, amma biz yenə davam edirik. Ona görə bazarın bizi Instagramda, YouTube-da çox izləyin. Çünki o səhifəmizi yandırırlar, bloklayırlar. Sağ olun, bizi izləməyə davam edin. Gələn görüşlərdə, sağ olun. Biz bir yerdə güclüyük, əziz Azərbaycan. Təbii ki, sağ olun. Bəli, dəyərli izləyicilər, hal-hazırda 3 nəfər ailə, baxın, bu gördüyünüz yerdə qalır. Yəni, görürsünüz də, yəni, vəziyyət hal-hazırda budur. 3 nəfər hal-hazırda bu ərazidə qalır. Yəni, vəziyyət hal-hazırda budur. 3 nəfər ailə burada qalır. Dəyərli izləyicilər, bax, xala dilin yaşayış durumu budur. Bir otaqda 3 nəfər yaşayırlar hal-hazırda. Qaldı ki, bax, bu otaqda gördüyünüz kimi bərbad gündədir, yəni təmirsizdir. Yəni qaldığı yerdə bayaq bildiniz ki, yəni suvağı yox idi, remont yox idi. Yəni hal-hazırda yaşayış durumları belədir. Yəni çox bərbad gündədir, evdən bağlı təmirləri çox pis gündədir. Yəni xahiş edirəm, bu ailəyə öz dəstəyinizi göstərin. Yəni belə insanlara yardım etmək lazımdır. Xahiş edirəm, aktiv olun.